Salam Autodev kanalının izləyiciləri, sizlərlə Şənnağı edir. Bu bizim C# Form Application aid olan 3-cü videomuzdur. Mən indi sizlərə iki həndəsi fiqurun sahəsinin və perimetrin hesablamasını göstərəcəm və bunu edərkən yeni elementlərdən istifadə edəcəm və onların işlənməsini sizə göstərəcəm. Bunlardan biri paneldır, panel və digəri isə visible'dır. Gördüyünüz kimi ilk öncə formumuzu yaratmışam və artıq formumuzun adını dəyişək və proqramı yazmağa başlayaq. Formumuzun adında sahə və perimetrin hesablanması deyək. Biraz böyüdək formumuzu, kvadratlardan tutarıq. Necə bir şey olacaq? Bu kvadrat və düzbucaqlı fiqurlarının perimetrin və sahəsini tapacağıq və ilk öncə 2 dənə buton əlavə edək. Bu biz rəngini də dəyişək, biraz qəşəng göstərməsi üçün. Buttonumuzu kopya edib yapışdıraq. Birinci olsun kvadrat deyək. İkinci də olsun düzbucaqlı. Biraz böyüdək bunları. Şriftini də böyüdə bilərik. 12 deyək və 12 deyək. Daha qəşəng görsənməsi üçün. İndi label əlavə edək. Və labelımıza birini seç deyək. Birini seçin. Labelımızın da fontunu biraz böyüdək. 12 deyək onu da. Və elə bu label'ı kopya edək. Birinci olsun tərəf deyək, tərəfi daxil edin. Digərinin də adını qoyaq, uzun tərəfi daxil edin. Və əlbəttə ki, bizim daxil edəcəyimiz qiymətləri text box-lara əlavə etməliyik. Text box-ımızı da əlavə etdik və bir dənə də bizə button lazımdır hesablamaq üçün. Biraz böyüdək buttonımızı. Adını da qoyaq. Hesabla. Bizə sahə və perimetri hesablayacaq. Fontunu da böyüdək. 12 deyək. Və yenə bu label'ları kopya edək. Yapışdıraq. Bu olsun sahə deyək. Sahə bərabər olsun. Burada bir əqəlimiz yesi dəymişdi. Ona görə yazdığımız fərqli görsəndi. Sahə və perimetr. Perimetri
ve bunları da sıfırlayaq. Daha sonra yazacağıq. Tapdığımız qiymətlər 2 dəfə dəydi. Biz və proqramımız necə işləyəcək? Daha doğrusu formumuz kvadrata basdıqda bizə bu uzun tərəf lazım olmayacaq. Çünki bildiyimiz üçün kvadratın bütün tərəfləri eynidir. Sadəcə bu görsənəcək bizə və daxil edib hesabla vurduqda kvadratımızın sayəsində perimetrini hesablayacaq. Düzbucaqlıya da basdıqda eyni şəkildə həm bu gördüyünüz hissələrin hamısı görsənəcək və bu birini seçin hissəsində düzbucaqlı adı yazılacaq və biz daxil etdiyimiz rəqəmlərə uyğun olaraq düzbucaqlımızın sayəsini və perimetrini hesablayacaq proqramımız. Yəni bizim proqramımız bu şəkildə işləməlidir. İndi mən sizə dediyim visible və panel onları göstərəcəm. Bunun üçün proqramımızı biraz böyüdək. Panel elementini əlavə edəcəm mən. Panel. Aha, buradadır. Gördüyünüz kimi yeni bir elementdir. Bu necə işləyir? Biraz böyüdək və sizlərə göstərim necə işlədiyini. Bu seçib hamısını ataq buraya yazdıqlarımızın və bu şəkildə qoyaq. Geri qaytaraq formumuzun ölçülərini. Hesabla butonundan bizə 2 dənə lazım olacaq. Biri kvadratı hesablamaq üçün, digəri isə düzbucaqlığını hesablamaq üçün. Bəli, gördüyünüz kimi belə olacaq. Bu panel necə işləyir? Dediyim kimi bu panelın içərisində aldığımız bütün elementlər bir halda eyni gördüyünüz kimi hamısını bir şəkildə tutub bir yerə çəkmək olur və bunların hamısını görünüb görünməməyini idarə etmək olur. Yəni bu visible'dır. Bu da indi onu da sizlərə göstərəcəm. Deməli kvadrata basdıqda, yəni bizim kvadrat hissəsində ilk öncə form hissəmiz çalışmağa başlayanda bizim bu panel hissəmizə aid olan heç bir element görsənməsin. Yəni indi biz proqramımızı işletsək, gördüyünüz kimi bu şəkildə asılacaq. İstəyirəm ki, bunlar görsənməsin. Sadəcə birini seçin yazısı olsun və bu iki bizim batınlarımız görsənsin. Bunun üçün biz form hissəsinə, yəni adını dəyişmişik. Burada panel dedik. Panel 1'dir. Onun nöqtə qoyub visible dediyim visible budur. Visible yazıb visible 2 qiymət tapılır. False və true. False desək, false yəni yanlışdır, yəni göstərməsin. İndi fikir verin, proqramımızı işlətdiyimiz anda bizim bu altdakilər artıq görsənmir. Və biz kvadratı basdıqda kvadrata aid olan sahə açılmalıdır və düzbucaqlığın basında düzbucaqlığı üçün olan sahə. Bunu indi düzəldək. Qaydaq proqramımıza kvadrata 2 dəfə basaq. Nə olmalıdır? İlk öncə əlbəttə ki panelimiz bizim true olmalıdır. Yəni görsənməlidir. True deyək. Və kvadrata basdıqda bizim uzun tərəfi daxil edin. Bu artıq bizə lazım deyil və bu onun text box'ı da bizə lazım deyil. Bu ikisini biz visible'ını false edəcəyik. Bunun üçün adlarına baxmalıyıq. İlk öncə label burada göstərir, gördüyünüz kimi 3'dür və text box'da 2'dir. Label 3 ilə text box 2'nin visible'ını false edəcəyik. Visible false deyək. Text box 2 visible false deyək. False deyək və hesabla hissəsində bizim kvadratın sayəsini və perimetrini hesablamalıdır. O hissəni də yazaq. Integer tipindən bir tərəf dəyişəni elan edək və ona mənimsədirik. Convert burada indi izah edəcəm sizə niyə bundan istifadə edirəm. Convert deyək to int 32 seçib text box 1 seçib text box 1.text nöqtə vergülümüzü qoyaq.
bu şəkildə yazılır. Convert bildiyimiz convert sözündən çevirmədir. Integer tipi də bu toInt, yəni integer tipindən 32 milyon sağa və sola deməkdir. Text box bir textini, yəni bu hissəyə text box-a yazdığımız biz hər hansısa bir qiymət yazacağıq, rəqəm. Bu rəqəm bizim proqramda ədəd kimi, yəni rəqəm kimi bilmir. Proqramımız bunu bizə string kimi götürür. Bu yüzden biz onu toInt 32, yəni integer tipinə çeviririk. Daxil etdiyimiz string olan bir simvolu və onu tərəfə mənimsədirik. Yəni bu şəkildə yazmasaq bizim proqramımız işləməyəcək. İstəsəz bunu sizə göstərə bilərəm. Tutaq ki biz int deyib tərəfə mənimsətmək istəsək text box-ı, proqramımızı işlədək, gördüyünüz kimi səhv verəcək, çünki string tipindəndir bu text yazacağımız, ora daxil edəcəyimiz simvol, düzdür, bizim də rəqəm daxil edəcəyik, lakin proqramımız onu simvol kimi gördüyünə görə o string tipində olur və o bizə int, tərəf də int olduğuna görə bu mənimsətmə mümkün olmur. Buna görə biz bunu bu şəkildə yazmalıyıq. Convert to int, yəni çevirməliyik. Daha sonra int tipindən olan kvadratın biz tərəfini və sahəsini və perimetrini hesablayırıq. Sahə deyək, bərabər olsun. Kvadratın sahəsi bildiyiniz kimi iki tərəfinin hansına bərabərdir. Tərəf, bu tərəf deyək. Və son olaraq da int perimeter deyək. 2 vurulsun. Yox, bağışlayın, kvadratda 4 vurulsun, tərəf. Bu bizim kvadratımızın sayəsini və tərəfinin sayəsini və perimetrini hesablayır. Burada daha sonra düzbüzağlığımız üçün də yazaq bunu. Bu səfər də int tipində olan bir tərəf dəyişən yaradıq. Convert deyək. Text box bir text deyək. Düzbüzağlığımızda iki tərəf olduğu üçün tərəf içini də yazmalıyıq. Convert yenə deyək. toInt 32. Və bu səfər text box ikincidən istifadə edəcəyik. Nöqtə vericimizi qoyaq və sahəmizlə perimetrimizi hesablayaq. Sahə deyək, bərabər olsun tərəf vurulsun tərəf 2 və son olaraq perimetrimiz bərabər olsun 2 vurulsun tərəf 2 üstəgəl tərəf. Sahəmizi və perimetrimizi hesabladıq. Burada bir proqramımızı işlədək. Kvadrat basıda gördüyünüz kimi bu şəkildə olur. Düzbucaqlı bastığımızda isə bu gəlmədi. Bunu düzəldək. Düzbucaqlı basdıqda panel visible hissəni götürüb kopya edək. Vaxtımız getməsin. True edək. Daha sonra bu hissələri götürək. Yalnızca false etdiyi görsənməməsi üçün true edək bunları. Proqramımızı işlədək. Kvadrat basdıqda, düzbucaqlı basdıqda və fikir verin.
İkinci dəfə kvadrat basdıqda itdi. Artıq kvadrat və düzbağlı üçün bu hissə düzəldi. Bu hesabla bunları düzəltməliyik. Kvadrat bastığımızda bu hesabla batını itməlidir. Bunun üçün bu bizim bu hissəyə batınımız hansıdır? Bu 3. Button 3'ün visible'ını false edecek. Burada ise button 3'ün visible'ını true etmeliyiz daha sonra. Gördüğünüz gibi bu hesabla burada itməlidir. Bunun üçün düz buzağlıya bastıkta, yani burada bizim button buttonımız neçədir? Button 4. Niye gelmedi bu? Button 4 visible'ını false edirik ve bunu kopya edip burada true etməliyik. Yine proqramımızı işlədək. Artıq bu səfər heç bir problem olmalıdır. Kvadrat basıqda gördüyümüz kimi bir tərəfi daxil edin və hesabla buttonumuz var. Düz buzaqlı basdıqda isə bir hesabla bir geri qayıtdıqda da qayıdır və heç bir problem yoxdur. İndi isə artıq biz hesabla basdıqda sahə və perimetrində bizim qiymətlərimizi sahənin, yəni perimetrini yazmalıdır. Bunu yazdıraq. Yəni bu hesablıya basdıqda 4. Button 4'ümüz hardadır? Burada. Bizə label'ımıza baxaq. Label 6 və label 7. 6 sahədir. Label 6'mıza biz nöqtə text deyək. Sahəni yazdıracaq. Sahə. Bunu bu şəkildə yazdırmaq çalışsaq, görəcəyiniz kimi səhv verəcək. Çünki string tipinə çevirməliyik. Sahə, burada olduğu kimi sahə integer tipidir. Bu text label.text yazdığımız şey ise bize string tipinde yazdırabilir. Bunun için ne edirik? Nöqtə qoyuruq bir dənə sahədən sonra və to string gördüğünüz kimi özü gəldi seçirik və metod olduğu üçün ondan sonra iki mötərizə qoymalıyıq. Label 7'mizi isə text üzr istəyirəm, text deyək. Perimetrimizi nöqtə to string deyək və bunu eyni şəkildə kopya edək. Button daha doğrusu bura qoyaq. Proqramımızı işlədək. Gördüyünüz kimi ilk başta dediyim kimi bu şəkildə açıldı proqramımız. Kvadrat dedik. Bir dənə rəqəm daxil edək. Tutaq ki 4 deyək. Hesabla vurduqda sahəsi 4 və perimetrin 16. İndi 6 deyək. Yoxlamaq üçün sahəsi 36, 6 vur 6 və 24. 4 vur 6, 24. İndi düz buzaqlı deyək. Düz buzaqlı üçün bir tərəf 6 olsun, uzun tərəfdə tutaq ki 8 olsun. Hesabla vurduqda gördüyünüz kimi sahəsi 48, 6 vur 8 və 6'ın üzərində 8 gəlib 2 vurub 28. Dəyişə bilərik rəqəmləri. Kvadrat seçikdə yenə bu şəkildə 4 desək, 5 deyək. Bu şəkildə proqramımız işlədi. Burada mən bunu da göstərim sizə. Birinci seçin dediyim kimi kvadrat basdıqda kvadrat olsun. Düz buzaqlı basdıqda isə dəyişib düz buzaqlı olsun. Bu yüzden bura kvadrat basdıqda
Buttonımızda label 1 idi bu bizdə. Label 1'imizi daha doğrusu bağışlayın, label 1'imizin textini mənimsədək kvadrat deyək. Düzbucaqlıda isə yenə label 1'imizin textinə bu səfər düzbucaqlı deyək. Proqramımızı işlədək. Kvadrat basdıqda gördüyünüz kimi bu dəyişərək oldu kvadrat. Düzbucaqlı basdıqda isə olur düzbucaqlı. Və bu qədər. Videomuzda bu qədər. Gələcək videolarımızda görüşmək ümidi ilə sizlərlə sağollaşıram.